Herkese salam. Siz de musiqi nəzəriyyəsini öyrənmək istəyirsinizsə, onda düzgün ünvandasınız. Eləsə gəlin keçək bugünkü test izahımıza. Test izahımızın mövzusu olacaq kadensiya. Kadensiya nədir? Kadensiya musiqi quruluşuna aiddir. Öncə qısa bir izah verək, sonra keçək tapşırıqlara. Kadensiya musiqi quruluşuna aiddir. Musiqi quruluşu iki cür olur, yəni iki hissədən ibarətdir. Sezuralardır, kadensiyadır. Bir də var musiqi forması. Orada da period, cümlə, motiv, fraza və s. aid edilir buna. Qarışdırmayın bunları. Başlayaq tapşırıqlara. İzah verəcəm tapşırıqlar üzərində də tam aydın, dəqiq başa düşəcəksiniz. İkinci tapşırıqdır, birinci tapşırıq yoxdur, bilmirəm. Nədənsə birinci düşməyib bura. Amma ikincidən başlayaq. Melodiyanın və ya musiqi fikrinin tamamlanması necə adlanır? Kadensiya adlanır. Cavabımız olacaq A variantı. Bir də kadensiya yazıram bura. Kadans deyə yazılır. Kadans. Yadınıza qalsın bu. Hardasa desələr ki, kadans nədir? Digər adı nədir və özü nədir? Kadensiyadır. Kadans kadensiyadır. O da bir fərqli adıdır. Əsasən kadensiya götürürük amma. Musiqi cümləsinin musiqi periodunun sonunda gələrsə, gələrsə deməyək də, gələn dönmədir də. Gələndə bu artıq dönmə olmuş olur da, yəni kadensiya. Kadensiya cümlənin periodun sonunda gələn bir dönmədir. Kadensiya özü bir dönmədir. Harmonik olur, melodik olur. A variantı deməli doğru cavabımızdır. Keçək buradan üçüncü tapşırığa. Üçüncü tapşırıq nə deyir? Tonika pilləsi ilə bitən kadensiya növü hansıdır? Bir dəqiqə. Bitən kadensiya növü hansıdır? Tonika birinci pillədir. Birinci pillə nədir? Sayırdığa qamma pillələri tonika, altı bariton, medianta və s. Sol dominanta, üstə pari onlar. Onlar da pillələr, 7 pillə var idi axı. Burada tonika pilləsi ilə bitən kadensiya növü deyilsə, tam kadensiya, yarım olanda bitmiş bitməmiş olur. Tam kadensiya götürəcəyik. Deməli, tam kadensiya musiqi parçası üçün yekunlaşdırıcı sonluqdur. Dominantadan tonikaya keçidlə formalaşır. Melodiyanın maye üzərində bitməsi tam bitkinlik təəssüratı yaradır. Mayesi tonikadır. Yazaq bura bir dənə. 5-ci pillə dominantadır. Dominantadan tonikaya keçidli formalaşır. Tutaq ki, bu keçidlə formalaşır birinci pilləyə. Bu dominantadır, bu da tonika pilləsi. Maye. Maye burada düşəcək birinci pilləyə. Maye bilirsiniz də, yəni harda başlayırsa orada bitir adətən. Əsasən ladlarda istifadə edəcəksiniz, Azərbaycan muğamlarında, ladlarında istifadə edəcəksiniz çox geniş şəkildə. Burada da var təbii ki, pillələrdə də mövcuddur bəzən. Keçək 4-cü tapşırığa. Deyir ki, dominanta pilləsi ilə bitən və bitməmiş fikir təəssüratı yaradan kadensiya necə adlanır? Dominanta 5-ci pilləmizdir. Dominanta ilə bitməmiş fikir təəssüratı yaradan yarım kadensiya. Bayaq da dedim ha, yarım həm bitmiş, həm bitməmiş olur da, yəni bitmiş, bitməmiş. Bu cümlənin də periodunda bitməmiş halda yarımçıq qalır, bitmir. A variantı doğru cavab. Baxaq tapşırıq nömrə 5-ə. Tapşırıq 5-də soruşur ki, dominantadan tonikaya keçidlə baş verən tam kadensiya hansıdır? Bu artıq bayaqki kimi deyil. Dedi ki, dominantadan tonikaya formalaşırdı keçidlə. Orada maye düşürdü tonika üzərində də bitməsi tam bitkinlik təəssüratı yaradırdı. Burada nə deyəcəyik biz? Burada deyəcəyik ki, dominantadır. Burada avtentik kondensiya adlanır. Var burada elə bir variant. B variantı var, avtentik kondensiya. Bu mükəmməl kondensiyadır. Yəni ki, tam bitkinlik hissi yaradır da. Yəni ki, daha çox tam kadensiya aiddir. Amma ki, tam kadensiyanın növləri vardır. Bayaq səfərlərin 3-cü sualı idi də. Deyirdi ki, tonika pilləsi ilə bitən kadensiya növünü soruşurdu bizdən. Biz orada dominanta ilə tonika keçidlə formalaşdığını söyləmişdik. Burada amma dominanta tam bitkinlik hissi yaradır. Yəni ki, burada 5-ci pillədə olanda 5-cidən 1-ciyə yenə də keçidlə formalaşanda olacaq tam. Tam bitkinlik hissi yaradacaq.
Ona görə də tam bitkinlik hissi yaradan kadensiya avtentik kadensiyadır. B variantını götürdük doğru cavab. Keçək 6-cı tapşırığa. Deyir ki, subdominantadan tonikaya keçidlə baş verən kadensiyasıdır. Subdominanta 4-cü pilləmizdir bizim. Oradan tonikaya keçidlə baş verən plaqal kadensiyadır. B variantında mövcuddur. Varsa B variantıdır. Burada amin kondensiya kimi də tanınır. Yazaq bura amin kondensiya kimi də tanınır. Amin K yazaq biləcəksiniz. Amin kadensiya kimi də tanınır. Yəni ki, bunun sonluğu var ha. Başlığı necə olur olsun. İstəyir sərt olsun, mülayim olsun, yavaş olsun, qəmgin olsun, istənilən bir mövzuda yazılan bir əsər ola bilər. Bu əsərin sonu yumuşaqdır. Avtentik kondensiyadan belə daha yumuşaqdır. Avtentik kondensiyada tam bitkinlik hissi yaradırdı. Amma bu görün elə yavaşdır, elə sakitdir ki, bunun sonluğu amin kondensiyanın, yəni plaqal kondensiyanın. Bunun bir adı da amin kondensiya adlanır da. Cavabımızdır B variantı burada. Çox sakitdir, çox daha yumuşaqdır avtentikdən. Keçək də 7-ci tapşırığa baxaq. 7 deyir ki, bir dəqiqə ağla yazdım. 7. Deyir ki, musiqi notasiyasında sezura adətən hansı işarə ilə göstərilir? Sezuralar. Sezura nədir? Sezura kadensiya növü deyil, kadensiya aid deyil, sadəcə musiqi quruluşuna aiddir. Musiqi notasiyasında sezuranın işarəsi belə. A variantı doğrudur burada. Kadensiyanın kamil olması üçün melodiyanın hansı pillədə bitməsi şərtdir. Əsasən bu öyrədilir dərsdə. Kamil, qeyri-kamil onlar öyrədilir. Prefektdir. Yəni ki, mükəmməl deyə bilərik də biz buna. Mükəmməl kadensiyadır. Bu birinci pillədə, yəni tonikada olur. Tonikada. Aha, tonikada olur. Tonika birinci pillədir. Bunu bilirik. C variantı ilə tonika adlanır da yəni. Birinci pilləmiz tonikadır. 9-a deyir ki, əgər kadensiya tonika ilə bitirsə, lakin melodiyanın yuxarı səsində 3 və ya 5-ci pillə səslənərsə, bu necə kadensiyadır? 3 və ya 5-ci pillə səslənərsə. 3-cü pillə mediantadır. Yazıram M. 3-cü pillə. Digəri nə deyir bizə? 5-ci pillədə yazaq bura dominanta olması üçün D. Aha. İndi bizdən soruşur ki, səslənən kadensiya. Bu belə olsa, bitkinlik hissəsi zəif olar. Elə bil ki, bir əsər çalırıq. Tutaq ki, məsələn, Azərbaycan himnində, məsələn deyirəm, bu belə olmuş. Azərbaycan himnində hissəsi var, minlərlə can qurban oldu. Tutaq ki, burada əsər dayanır, davamı yoxdur. İzləyicilər, tamaşaçılar gözləyir ki, bunun davamı gəlsin. Bu qeyri-kamil kadensiyadır. Qeyri-kamil tam kadensiya adlanır. Bitkinlik zəifdir. İnsanlara, dinləyiciyə elə hiss verir ki, sanki musiqi davam edəcək, amma musiqinin sonluğu belədir. Yəni ki, bitkinlik çox zəifdir. Elə bil ki, bitməmiş belə aurasını, halını verir insan, amma ki, əslində musiqi əsəri bitmişdir. Yəni ki, qeyri-kamil tam kadensiyanın xüsusiyyəti budur. B variantı doğrudur. Yalançı kadensiya zamanı dominant akoru adətən hansı pilləyə həll olunur? Dominanta akoru həll olunur submediantaya. Yəni ki, dominanta 5-ci pillədir. Yanındakı 6-cı pilləyə həll olunur. Adətən. 6-cı pillədə nəyə düşür? Submediantadır. Submedianta. Ona görə də üstündə 6-cı pillə submediantadır, B variantını düşür. Amma ki, həmişə belə olmaya bilər də, istisnalar əlbəttə ki olacaq. Ümumiyyətlə, bütün mövzularda istisnalar mövcud olur. Dərsimiz, izahımız bu qədər. Ümid edirəm dərsi, videonu bəyəndiniz. Bəyəndinizsə kanalıma abunə olmağı, videoya like atmağı və bildirişləri açıq saxlamağı unutmayın. Sağ olun.